2 gün ya da 3 gün belə vaxtımız getdi bizim ora gedib çıxmağımıza qədər. Orada tərtibləndik, bizə də tapşırıq verilmişdi maksimum, yəni azı 3 nəfər olsun da, 3-ün üstündə bacarırsız olsun, amma 3 nəfər mütləq lazımdır. Lazımdır. Biz də gəldik, yerləşdik. Bir alladıcı fənd istifadə elədik ki, düşmən biraz qaynasında çıxsın çöldə həyata rahat işimizi görək. Onda bizdə də rabitə əlaqəsi vardı. Rabitə əlaqəsi saxlayırıq. Yuxarı rəhbərlərlə onlar nədir, biz də onu eləyirik. Əlaqə vaxtı dedim ki, bir dənə oradan deyin. Orada da bir dənə Şamaxılı balası var. Ağsaqqallardan. O da orada elə ki, bizim alladıcı fəndimizi icra eləyəcəkdi. Dedik, sən orada dur da. Atış. Bunlar çıxdılar, görürlər ki, atış gəlir o tərəfdən. Biz tərəfdən gəlir. Amma biz bunların həyətindəyik. Amma bunların çölə çıxmağı lazımdır. Bizi giriblər blindajın içinə də gecədir. Hava soyuq, giriblər içəridə istirahət eləyirlər özləri üçün. Yavaş-yavaş növbəyə çıxırlar, eləyirlər. Biz də görürük bunları. Bunların biri çıxdı əlində fənərlə, getdi yuxarı posta. Getdi yuxarı posta, indi postu dəyişdi. Nəysə axır ki, gəldi, girdi içəri. İndi biz də gözləyirik də. Bizə məqam lazımdır ki, adamı daha sürətli şəkildə çölə tez çıxardaq. Bu çöldə olan insanları da biz indi aradan götürmüş olsaq, içəridəki insanların xəbər tutmasına qədər bir 5-10 dəqiqə vaxt gedəcək. Bu da bizim üçün dəyərlidir orada. İçəri girdi, sonra içəridən 2 nəfər çıxdı, getdilər ayağı yoluna. Baxırıq da belə onlara. Getdilər ayağı yoluna, ayağı yoluna qaydanda bunların birini vurdu. Birini mən vurdum, birini də Vahab vurdu. Qazimiz. Vahab vurdu. Ondan sonra bunlar təşvişə düşdülər yavaş-yavaş. Yuxarıda posta duran 2-ci növbəyə gedən əsgər yoxdur. Bir əlində fanardan qaça-qaça gəldi postun həyətinə. Bu bizim 3-cü adamımızdır. 2 nəfər çöldə vurulub hazır. 3-cü adam buna bir güllə bu nə qədər səsi kəsildi orada, nəfəs çıxmadı. Əlinə fanar düşdü yerə. Əlinə fanar düşdü yerə, içəridən biri çıxdı. İçəridən biri çıxdı ki, fanar yürüdü, gəlib fanarı götürəsən o da. Böyle üstünə çerez fanar buna bir dənə. 4-cü adam. 4-cü adam da vurulandan sonra artıq içəridə bilirlər ki, çöldə nə var da. İçəridən çıxan içəri qayıtmır. 4-cü adamı burada vurduq. 5-ci adam rəhbərliyi biri də 4-cü adam vurduq. Deyirlər ki, çıxın. Çıxın, mən də baxıram qapıya da durbinlə gecə görüşləməli, başlı görsənir. Uşaqlar dedim ki, yavaş-yavaş sıyrılın, bu axırıncı da çıxsın, bunu da vurun sonra. İndi orada xidmətdə bir uşaq var, tərtərdən də özü. O mənim ayağımdan belə tutdu. Sağ ayağımdan ki, belə sürüyə, çıx da, deyirlər, çıx, nə gözləyirsən. Sən o mənə sürüyə, çerez qapı, adamı vurdum orada. Allah hamd olsun, çerez qapı. Ondan bir dənə qışqırtı çıxdı ki, inan ki, o qışqırtını mən heç vaxt unutmuram. Əslə həqiqət unutmuram.